şeytanlar. Bugünə baxıram, dünən görürəm. Qorxuram dünyanın sabahlarından. Nə iblis əl çəkir Adəm oğlundan, nə Adəm övladı günahlarından. Tamah güc gələndə ağıl boğulur, işıqla qaranlıq görünür gözə. İnsan böyüdükcə qarnı tox olur, yarımçıq fikrə, natamam sözə. Düşüncə yaranır, uzun yol keçir. Ürəkdən damara, damardan qana, dil təkrar etdikcə söz bütövləşir, əməldən süzülüb yayılır cana. Demək ki, əməldir fikrin nöqtəsi. Sözlərdə gizlidir düşündüyümüz, demək bəhanədir şeytan fitnəsi, yalandır haqq deyə büründüyümüz. Bu dünya doludur əziz ruhlarla. Çoxunun özündən xəbəri yoxdur, çoxları yaşayır boş iftixarla. Qorxaqdır, acizdir, hünəri yoxdur. Susmaqdır vərdişi lal şeytanların. Danışmaz min kərə ölsə, doğulsa, dərk etmir kainat alt üst olacaq. Ədalət, mərhəmət, itsə, yox olsa.